Tərpənmədilər. Məni tullamışlar onun üstünə. Sonra o bıskı saman çəkdi ki, bunu ölməyib. Bunu hara aparsan? Elə bunu çəkəcəkləri var. Bəli, bəli. Ha, səni ölmüş biri. Bəli, bəli. Bəli. Meyitlərin yanına tullayıblar ki, bu da ölür. Bəli. Sonra kim bəlkə səni çəkdi? Bir də ki, o maskallardan gəldi. Dedi, bunu nə tullamısan ki? Biri vardı, ikimizi qolumuza bağlayırlar. Birini o əlinə bağlayırlar toku, birini də mənim əlimə bağlayırlar toku. Toku verirdilər. Onu məndən çox işgəncə verdilər də. Onu məndən qabaqda oradaydı. Kim idi? Adım bilməm ki, ətli qanlı dolu oğlan idi də belə. Onun uşağı vardı. Hər gün qışqırırdı ki, mənim körpə balam var, mən öldüm. O insan mənim yanımda öldü. Öldü. Mənim qolumda bağlı qaldı, öldü. Bilmədim. Bir müddətdən sonra adım orada ancaq döyülürdün. Döyüləndən sonra başqa nə bilirdin ki? Mənim qoluma bağlı öldü. Bir mənim əlimə toku bağlayırlar, bir də onun əlinə bağlayırlar. İki bədəndə şeyləsin. Birləşsin tok. Onun səsi elə də qulağımdan getmir də. Elə bir sizdə oradan gələndə heç gecə yata bilmir. Saat 2-3 olan kimi gözümü yumurdum. Dik atırdım, onun səsi qulağıma gəlirdi. Söyürdü. Ay, mənim körpə balalarım var, məni öldürməyim. Həmin o sənin qoluna Bəli, bağlı. bəli. Və sən nə bildin ki, öldü o, yəni qolunda bağlı şəkildə? Buz kimi soydu, bir xeyli qaldı. Sonra gətirdilər üstümüzə su çilədilər. Dedilər, bu ölübdür, bunu aparın tulluyunlar. Götürdülər, Bəli, apardılar. Ondan sonra mənim işgəncəm biraz dayandı da. İndi bəlkə də deyəcək ki, bu da ölər, nəsə. Sonra mən apardılar, orada uşaqlar indi hamısı bir. Hansı bir sənin əsgəridir, zabiti? Vallahi bilməm. Onun boynuna nəsə qoyma. Kimsə ad familiyası yadımda deyil. Onu deyirlər ki, üzünə durmalısan sən. Hə, üzünə durmalısan. O deyir ki, mən nətər bu şərəfsizliyi götürüm ki, tutaq ki, onun üzünə durdum. Olmayan şeyini yalan deyim. O həmin adamı da gətirdilər onun yanına. Gətirdilər onun yanına, danışdırdılar. O da deyir, yox, heç kəs tanımırdım. Bizim həbsdə bir nəfər vardı, yox, durmadı. Həm deyildi bir axıra qədər də durmadı, yox. Həm də durmadı. Bəli, bəli, axıra qədər durmadı. Öldü amma. Bəli, axıra qədər durmadı, öldü. Nə qədər müddət sənin qolunda bağlı qaldı o elə? Təxminən olardı. Bəlkə də elə bir ki, günortadan axşama qədər belə deyək, para gün kimi. Nə bir 5-6 saat. Arada gəlirdilər, təpiklə belə vurdular, bizi gedirdilər. Arada gəlib vurub gedirdilər. Səndən nə istəyirdilər? Mənə deyirdilər ki, iminlə bir nəfərin sənə adını verməsin. Sən tək başına eləmirsən, 70.000 bey almısan, 25 dənə tank apar təhvil verəcəkdin, göyə mən. Deyir, iminlə bir nəfərin adını ver. Mən də kimin adını vermiş ki? Elə bir şey olmuyor baxın. Mən evə gəldim, gəlib gedən günüsü, bazar günü gəldim, qaldım. Birinci gün getdim sərtezdən orada taksi ilə. Orada uşaqlar bizə deyir, mənə deyir ki, mayın üçündə. Bəli. Dedilər ki, Qərəcəfə səni çağırır. Dedi ki, mənim kurs yoldaşıma. Dedi, burada eşitmişsən, bir nəfər bizim şeydən apardılar, hərbisdən apardılar. Həmin gecə ciyarını dağıdıb öldürdülər. Leytinat idi. Bölük komandır idi. Bizim hərbisdən aparmışdılar. Yəni, mən onun üzünü görməmişdim. Dedilər ki, dedim, elə şey olar. Mən Qrajanskaya gəlib qayıtmışam, heç nədən xəbərim yoxdur, eşitməmişəm ki, elə bir şey zad var. Amma oraya getdim. Sən gedənə qədər, ayın üçünə qədər. Bizə günlük getmişdim. Bazar günü mən səhər getdim. Birinci gün bazar günü səhər getdim, birinci gün səhər gəldim. Bir suqa qaldım da. Yəni ayın üçündən qabaq. Bəli, bəli. Dedilər ki, elə bax gəlməmişdən bir gün qabaq bura ezam Lələtəpədən bura ezam gəlib bir leytenant. Lələtəpədən, Füzulidən ezam gəlib leytenant idi. Hə, bura bölük komandiri. Öz yemeğini mən olduğum bölüyün şeyə verdilər. Hansı bölüydü səndə? Hansı? İkinci bölüydü. İkinci bölük, bəli. İkinci tank bölüydü. Hansı tabor? Orada tabor yox idi, elə bölüklər, bəli, bölük. Bəli. Təzə şey vermişdilər, bölük komandiri vermişdilər. Lələtəpədən gəlib. Özü də dedilər ki, orada yaxşı döyüşübdür. Aprel döyüşlərində yaxşı döyüş oğlanı, yəni adı sanlı oğlanı. Adın soyadını bilmədi? Adın soyadını yox bilmədi. Deməli, sən ezam evə gəlib, qayıtdığın gündən qabaqki günü aparıb... Həmin gecəsi, məndən bir gün qabaq gecə. Aparıb öldürüblər? Bəli. Dedilər, korpusda ciyər dağılıb ölübdür, ciyər partlayıb. O Bərdədə? Bəli. Hikmət Həsən o qərargahda? Bəli, bəli. O qərargahda nə qədər adam olardı, sən sizdə ora aparmaq? Valla səs gəlirdi, amma təxmin sayı, hamı zarıyırdı orada. Hamı zarıyırdı. Orada sayı, göz görmür bir şey eləmiş. Papağı yendirmişdilər, skoşla pres almışlar, bir burun deşir.